Mərhum şair Nüsrət Kəsəmənlinin aktyor oğlu Rəşad Kəsəmənli ilə nəvəsi Cavidan Kəsəmənlinin münasibətləri pisləşib. News 24-az xəbər verir ki, bu onların sosial şəbəkə paylaşımlarında üzə çıxıb. Belə ki, Rəşad Kəsəmənli Facebookda yazdığı işiniz keçdiyi müddətdə əmi dediklərinizə quyruğunuz qapı arasında çıxandan sonra tanımıram səni deməyin. O qapıya bir də işiniz düşər. Haqqını halal etməz. Sözlərinə Caviddən belə cavab verib. Özünü əmi sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib. Düzgünlükdən, halallıqdan danışır. Hər dəfə olduğu kimi öz publikasına oynamağa çalışır. Sənin heç vaxt üstündə haqqın olmayıb. Sadəcə elə göstərməyə çalışmısan. Sən ümumiyyətlə özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən. Kimlərisə inandıra bilərsən, amma səni çox yaxından tanıyanları əsla. Yad məsələlərə körpəni qarışdıran, özəl günlərdə özünü xəbərsiz aparıb ögey münasibət göstərən, tək qalmağıma səbəb olan biri olaraq bunu hiss etdirməmək əvəzinə heç nəylə maraqlanmayan biri məndən hansı üzə sənin doğmanam deyə bilər. Vallahi danışsam çox şey deyərəm, açıqlamasını verə bilməyəcəksən. Əgər açıq danışaq deyirsənsə mən hazıram. Hər şeyi açıq paylaşaq, kartları açıq oynayaq, sənə heç sərf eləməz. Bilirsən, mənə maraqlı deyilsən. Bəli, səni tanımıram, necə ki sən özün tək qoyub məni tanımadın.